Salam, hər vaxtınız xeyir olsun. 90%-in növbəti buraxışında sizi salamlayırıq. Hər vaxtınız xeyir. Salamlar. Nəhayət görüşdük. Və başlayan kimi verilişimizi Türkiyə millisini və Türkiyə azarkeşlərini təbrik etmək istəyərdik. 2002-ci ildən bu yana ilk dəfə dünya çempionatına çıxdılar. Amma necə çıxdılar? Mən o qədər də bəyənmədim oyunu, amma yenə təbrik edirəm Türkiyəni. Yəni uzun aradan sonra dünya çempionatdadılar. Qrup şanslarını o qədər də yüksək qiymətləndirmirəm, amma yenə də alınmaz ona görə də zaman göstərəcək. Siz nə fikirləşirsiniz? İtalyanlar da İtaliyanın oyununu bəyənmədilər, amma dünya çempionatına vəsqə qazanmadılar. Burada isə yəni oyun necə oldu, olmadı, çıxdı böyük bir belə deyək ki, əhəmiyyəti yoxdur. Əsas odur çıxıblar dünya çempionatına. Yox, aydın məsələdir. Həm də ki İtalyan məşqçidir, Montella'dır. Yəni pis də iş görmür. Nəzərə alsaq ki, hücumçuları da yoxdur. Yəni false nine ilə oynayır öz aləmində Kərəm Aktürkoğlu ilə. Pis deyil idi. Həm də onu da nəzərə alaq ki, həqiqətən də fərqli klubların oyunçuları da orada hərəsi bir cür futbol oynayır. Bunları izah eləmək lazımdır ki, mən hansı futbolu belə deyək, yeridirmək istəyirəm, hansı futbolu sizdən gözləyirəm. O biraz vaxt tələb eləyir. Qazandılar, əsas odur. Mən düşünürəm ki, məsələn, bu oyundan bayaq Rəşadla da o müzakirə edirdik ki, dünya çempionatında sənin qrupda rəqiblərin olacaq ABŞ, Paragvay, Avstraliya kimi komandalar. Və belə oyunla bəlkə də nəsə dəyişəcək o vaxta qədər indi yığıb toparlanarlar. Amma belə oyundan çox çətin olacaq Türkiyə. Məncə adın çəkdiyin, yəni şeylər heç də belə bomba oynamırlar ki, yəni belə deyim də optimist yanaşmaq lazımdır, amma yenə də dünya çempionatına qədər çox şey dəyişilməlidir oyunda. Yəni bu cür passiv oyunla qrupdan çıxmaq çətin olacaq. Yenə də təbrik edirəm, qələbədir, amma yenə də qeyd etməliyəm ki, Kosovo mübarizə aparırdı. Hətta deyərdim ki, şansları da var idi. Amma oyundu, qələbə qazanan Türkiyə oldu. Gözləyirik ondan qələbələri. Amma mən yenə də optimist yanaşmıram. Belə bir fikir də görmüşdüm sosial şəbəkədə. Axır ki, dünya çempionatında belə canla başla azarkeşlik elə biləcəyimiz bir komanda var. Yəni qardaş Türkiyə. Dünya çempionatında hərənin də öz favorit komandası var, düzdür. Ölkədə elə də biri Almaniya azarkeşi, biri İtaliya azarkeşi. Özbəkistana nə olub? Özbəkistan da var. Türkiyə o da bizim qardaş Özbəkistana var. İnci illərdə onlar bizdə bu əkələr. Burada bir Turanın şeyini baxarsan, yəni. Tamam. Yeri gəlmişkən İtalyanlar yenə çıxartdı onları. Nə İtalyanlar demişkən? Sandro Puppo'ydu ilk Türkiyəni dünya çempionatına çıxardan 54-cü ildə. Elə İtalyanlar demişkən, gəl biraz İtaliyadan danışaq. İtaliya isə artıq 3-cü dəfədir ard-arda dünya çempionatına çıxa bilmir. Yəni torpağı bildiyin o geotekstillə bağlayırsan, heç nə bitmir ha. Vurursan nəsə kimyəvi maddə, ümumiyyətlə nəsə torpaq ölsün, ölü torpaqlı da bildiyin yetişmir də heç kim. Sarı torpaqdır da, səhra torpağıdır. Yəni axırıncı belə ən belə güclü oyunçusu Tonali'dir. Mən biləm ondan yaxşısı var hal-hazırda. Yəni sözü və qüvvə bir dostum var, Şahin. O yazmışdı ki, bu yığmada top deyilən oyunçu maksimum 2 nəfər ola bilər. Maksimum top. Biri Tonali'dir, bir də ki ola bilsin ki Barella. Bir də ki komandanın özünün topu var. O özünün fikrini söylədi də. Yəni kimsə razı ola bilər, kimsə razı olmaya bilər. Həqiqətən də yoxdur. Yəni oyunçu yoxdur və bir dənə də bir şey deyim İtaliya barəsində, indiki yığma barəsində. Biz baxdığımız dövrdə divlər var idi. Yəni divlər hansı ki belə deyək də komandanı öz arxasıca apara bilirdi. Götürək misal üçün qapıda Buffon idi, Toldo idi. Bunlar divlər idi də həmişə ömür boyu. Palucanın özünü də götürək. Müdafiə Cannavaro'sun, Nesta'sın, Maldini'si, Kellini'nin dövründə belə Bonucci ilə, Barzali ilə normal oynayırdılar. Daha sonra yarım müdafiəni götürək. Pirlo'su, Gattuso'su. Amma yazıq Donnarumma özü divdi, amma apara bilmirdi. Donnarumma div deyil. Hə, div deyil. Divin yarısı da deyil. Bəlkə də nə vaxtsa div ola bilər. Mövzuda bir də şey demək istirdim. Biz onu da çəkişdən qabaq müzakirə etdik. Donnarumma kimdə sözü də balla keçirəm. Təkkində o balaca əjdaha var idi. Qondu nədir belə. Fırlanıb belə arxasında eləyirdi. Amma Donnarumma odur. Əjdaha da öyle. Bir sosial şəbəkədə İtaliya azarkeşlərindən yazılan bir məqalə oxumuşdum. Rəqəmləri unuda bilərəm. İndi bilənlər varsa rəylərdə yazsın. Roberto Baggio'nu çağırmışdılar. Bir neçə il bundan qabaq. Artıq 2 dünya çempionatı bundan qabaq deyəsən çağırmışdılar, yoxsa 3 çempionat. 2010-cu il idi deyəsən. Yoxsa 2010-cu ildə 15 il bundan məşğul olurdu. Ya çağırmışdılar ki, gəl bir islahatlar apar. Bu millidə, ümumiyyətlə İtaliya futbolunda nələr edilməlidir? Onları dinən. Bu da uzun belə qalın bir yazılarla müraciət eləmişdi. Nə islahatlar görülməlidir? Sonra isə özü istefa verdi, getdi. Nəticə budur ki,
Baggio'nun dediyi islahatları heç kəs əməl eləmədi. Və bu gün də keçən dəfəki daha verişdə danışdığımız kimi də İtaliya futbolunun süqutu da elə oldu ki, struktur olaraq üstündə çalışmırlar. Elədir, razıyam, amma bir məsələ də var ki, biz Baggio'nun yazdığını görməmişik, bilmirik. Nə yazıb burada? Bəlkə də Allah belə yazıb ki, mənə 3 dənə maşın alınmalıdır, nə bilim, öz private jetim olmalı, o zarafat tərbiyə. Ya da ki, ChatGPT var idisə o vaxtı verib ChatGPT bir də bu cümləni genişləndir. Hə, amma məsələ orasındadır ki, bayaq biz danışdığımız kimi də, yəni istəyir Baggio'nun prinsipinə əməl eləsinlər, yazdığına istəyir əməl eləməsinlər. Bu qısa müddətdə hansında ki, ölkəni yığmanı, dünya çempionatında sadəcə çıxartmaq lazım idi. Yəni bir normal bir məşqçi gətirmək olardı ki, Gattuso olmasın, hansın ki demək olar ki, heç bir uğuru yoxdur, heç bir nailiyyəti yoxdur. Tamam bir vaxt Ancelotti'nin arxasından dəyib Napolidə bir balaca nəsə göstərib, amma bir nailiyyəti falan da yoxdur. Rəşad deyir ki, ölkədə deyirəm, şeydən amma Gattuso'dan başqa məşqçi yoxdur ki, deyən gətirəsən. Əslində var, amma bilmirəm niyə görəsə Gattuso'dan verdilər qabağı. Yəni nəyə görə verdilər? Buffon, bir də ki, elə Buffon. Fayət eləyir. Buffona görə. Buffon çünki yığmanın bir növ belə deyək də, texniki direktoru kimi oldu və o bu kandidaturanı başladı irəli sürməyə ki, Gattuso olmalıdır. Bir növ Buffon da bəlkə də islahatlara can atır və özünə belə deyək, bir uyğun adam axtarır ki, mənim bu islahatlarımı şey eləyə bilsin. Heç olmasa vaxtı ilə oynadığım olsun hala mənə. Yəni mən başqa cürə baxıram. Birincisi həmişə bunu qeyd edirlər, İtaliya çempionatının zəif olması. Bəli, İtaliya çempionatı zəifdir, amma mən bir faktı qeyd edeyim. Juventusun zəif olması. Juventus hal-hazırda mən deyərdim ki, ən pis dövrünü yaşayır. 6-cı yerdə gedir, yoxsa 5-ci yerdə gedir. Yəni Milanda 40 yaşlı Modric əsas oyunçudur. Yəni İtaliya çempionatının ən yaxşı oyunçusu McTominay idi. Hə, İtaliya çempionatı ümumiyyətlə qocalıb. Qocalıb, plus da ki, gəncləşmir. Yəni yeni adlar ortaya çıxmır. Biz həmişə bunu qocalıb deyə gəncləşmir. Belə deyərdim. Vaxtı ikən məsələn Luka Toni yəni Fiorentina'da ən yaxşı sezonu keçirtdi, gəldi Bavariyaya. Məsəl üçün vaxtı ikən Aquilani getdi, Liverpoola getdi. Cassano var idi. Kəşf etməyərdi. Cassano'su var idi. Yəni kimlərsə çıxırdı ortaya. İndi ümumiyyətlə çıxmır. Moise Kean-dən başqa adam yoxdur. Yoxdur, həqiqətən yoxdur. Nəysə, İtalyan azarkeşlərinə necə deyirlər, nə arzulayır? Başsağlığı veririk, nə deyirlər? Vaffanculo. Axır qəmimiz olsun. Amma növbəti beynəlxalq turnirlərdə çox güman ki, yaxşı iştirak edirlər İtaliya. Keçək danışaq Çempionlar Liqasından. Düzdür, biz keçən buraxılışımızda toxunduq Çempionlar Liqasına. Az toxunduq, belə yüngülvari. Artıq 4-1 finalçılar məlumdular. İndi Babat əliləyəcək ya. Hə, bir Babat bir olacaq. Necə lazım? Oxuşturacaq bir də, yaxşı bir də oxuşturacaq. Əlaqəyə girəcək. Hə. Gəl birinci başlayaq Real Bavariya oyunundan. Boğazımı ona görə yaşladım. Aha. Kim başlayır birinci? Başlayın Bavariya azarkeşləri, başlayın. Sözü verək. Gəl bir şey deyim. Ağsaqqal. Saqqallı bir iki dənə artıq kim vardı. Yəni gəlin növbəti podkastlarda məni Bavariya azarkeşi adlandırmayaq. Çünki mən podkastda mikrofon arxasında azarkeşliyi kənara qoyuram və çalışıram ki, adekvat. Burada obyektiv yanaşma olacaq. Hə. Yəni fanat yanaşması. Obyektiv yanaşmam da odur ki, yəni indiki hal-hazırda keçən dəfə də onu dedim, hazırki durumda iki komanda var. Birinin məşqçisi artıq 2-ci ildir sükan arxasındadır, oyunçularla çox yaxşı münasibətdədir. Birinin məşqçisi yenicə gəlib. Bəli, ümidlər verir, bəzilərinə dil tapıb, amma sonuna qədər mövsümün qala biləcəkmi bilinmir. Bir də zədələr mövzusuna toxunmuşdum. Əksinə Bavariya zədədən qayıdan oyunçuları artıq var. Biraz Musiala'nın üstündə əsirlər. Davis qayıdıb, Neuer qayıdıb. Neuer qayıdıb. Neuer qayıdıb, nə məndə qayıdıb? Deyilənə görə bu artıq Freiburgla oyunda bu şənbə günü oynamalıdır artıq. Hə, Urbikdə, yəni vəziyyəti yaxşıdır, sadəcə aldığı zədə beyin travması idi deyənə. Buna fasilə verməyə çalışırlar. Yəni Urbik özü deyir ki, mən oynayardım. Yəni məqalələrdə belə deyilir ki, Urbik özünü hazır sayır. Mənim düşüncəm belədir ki, hər iki oyunda qələbə olarmı, olmazmı bilmirəm. Bernabeu-da birinci oyunda ya heç-heçə ola bilər, ya da minimal hesabla Bavariyanın qələbəsi, amma Allianz Arenada Bavariyanın qələbəsi. Heç Bavariya fanatı doğrusu. Yox da, bu mövcud durumdan deyirəm də, Real Madriddə gör nə qədər zədəli var. Nə qədərdir ki?
Neçə nəfər var? Yəni Mbappé-də problem var idi Məsələn, dizində. keçən həftə dedik, Yox, Courtois Mbappé getdi. zaten Fransada oyuna Thibaut çıxır. Courtois oynamayacaq. Bir dənə Courtois oynamayacaq, belə mühüm şeylərdən. Amma yenə deyim ki, Courtois-nın böyüdür, yəni mövqeyi. Mövqeyi böyük də ola bilsin, amma yenə də keçən dəfəki dediyim kimi, yəni Lunin çıxır, normalda, yəni tam Courtois kimi durmasa da okey, Courtois olmasa da Courtois var da, yəni orada. Amma məncə Courtois-nın qapıçı kimi töhfəsi oyuna, yəni istər-istəməz bir psixoloji baryer yaranır. O Courtois deyib 2 metr boy var, nə gəldi çıxardı. Lunin hardasa mən deyərdim ki, bir balaca. Amma o belə deyək də, o Santiago Bernabeu-da Bavariyanın udmağına bir səbəb olacaq bir faktor deyil. Mən buradan üzümü sizə Barcelona azarkeşi kimi tutub deyirəm ki, o faktor deyil. Yəni Courtois olmasın, Lunin olsun, həqiqətən də mən ümumiyyətlə fikirləşirəm ki, kompaniya ilk oyunu Santiago Bernabeu-dadısa, kompaniya çox da güc verməyəcək. Yəni zaten Bavariyanın belə deyək böyük hesabla uduzacağı bir potensialı yoxdur. Kompaniya Guardiola'nın elədiyindən dərs çıxardıb. Kompaniya şükürlər olsun ki, Guardiola kimi gecəni yatıb, yuxusunda görmür ki, misal üçün bu gün atıramda Davis sol winger oynayacaq. Təzə gəlib qaldı. Biraz ehtiyatlı da olacaq. Elə bir şey eləməyəcək. Biraz konservativ heyət buraxacaq. O heyət də normalla oturub, yəni böyük hesabla uduzub eləməyəcək. Amma uduzacaq, hə? Amma can da atmayacaq belə həmin oyunda utsun. Can atmayacaq. Udacaqsa mənim proqnozuma gəlib çıxır da. Yəni heç-heçə və yaxud da belə deyək, minimal hesabla uduzmaq. Hə, minimal hesabla uduza bilər deyirsən. Uduza bilər. Mənim fikrimcə yəni Bernabeu-dur, Realdır. Kompaniya da bunu ən azından oyunçu kimi də görüb, bilir bu nə deməkdir. Ona görə də biraz ehtiyatlı olacaq. Çünki ən azından bir oyun zapasda var. Yəni gedib öz evimizdə nəsə bir şey eləyə bilərik. Hə, demək mən düşündüm ki, birinci oyunda heç-heçə və ya minimal hesablı qələbə, Əhməd düşündü ki, minimal hesablı məğlubiyyət ola bilər Bavariya üçün. Mən bu necə deyirlər, bu mövzuya başlamazdan əvvəl bir şey qeyd edeyim qısa olaraq. Arada bir boş vaxtım olanda oturub baxıram futbol haqqında analitikaya, nə bilim söhbətlərə, belə deyim, podkastlara belə bir fikir formalaşıb, hamısı da eyni sözü deyir. Bəli, Bavariya yaxşı oynayır, amma Bavariya həmişə Real uduzub, ona görə də Real Bavariyanı keçəcək. Çox mənasız və gülməli bir yanaşma. Bu analitika deyil. Yəni şiddətli dərəcədə tənqid edir. Bəli. Yəni okey, həmişə uduzub deyəndə bu birincisi səhvdir. Bavariyanı həmişə udmayıb. Bavariya Realı 5 dəfə Çempionlar Liqasından kənarlaşdırıb. Bu faktdır. 76-cı il, 87-ci il. Üçünü də mən özüm öz gözlərimlə görmüşəm. 2001-ci il, 2007, 2012. 5 dəfə kənarlaşdırıb və ümumi olaraq da 17 dəfə udub. 6 dəfə də yoldaşlıq görüşlərində udub, bir dəfə də 9-1 udub Realı. Amma bir şeydə üz üstürüm, sözü də balla kəsirəm, amma son 3 qarşılaşmada Çempionlar Liqasının play-off mərhələsində həmişə Real Madrid tur atlayıb Bavariya ilə görüşdə. Adlayıb, amma son 3 görüşü deyirəm. Bir iki dəfə də belə ağırlı necə adlayıb, o da var. Yəni böyük hesablı qələbələri. Faktı da yenə deyirəm. Yəni 17-18 amma həmişə elə olmayıb da, həmişə belə olmayıb. Yəni bunu qeyd eləmək lazımdır. Mən də demək istəyirəm ki, burada məncə psixoloji faktor çox vacibdir. İngilis dilində belə bir söz var, mental capacity. Bu sözün mənası bizim dildə tərcümədə zehni üstünlüklər deməkdir. Amma professional idmanda mental capacity başqa bir məna verir. Mental capacity kənardan gələn təzyiqlərə, psixoloji təzyiqlərə dözümlülük mənasında Səncə Realda o üstündür, yoxsa Bavariyada? Mən indi məsələyə gəlmək istəyirəm ki, Santiago Bernabeu-da da həmin o atmosfer məsələsi Realın xeyrinədir və mental olaraq, psixoloji olaraq Real özünü çox rahat hiss edir və Bavariya fərqi yoxdur. Bavariya olsun, kim olur olsun, Santiago gələndə o təzyiqi öz üzərində hiss edir. Əgər Bavariyanın mental capacity-si güclüdürsə, yəni kənardan gələn təzyiqlərə dözümlüyü varsa, Bavariya Realı Santiago'da çox rahatlıqla udacaq. Çox rahatlıqla. Çünki Bavariya futbolu Realdan daha yaxşı oynayır. Bavariya komanda olaraq həm yaxşıdır hal-hazırda. Bavariya komanda olaraq həm sürətlidir, həm balanslıdır. Yəni Bavariya bu sezon 42 gol buraxıb. 45 oyuna. City də Realdan yaxşı oynayırdı da futbolu. Real da darıxdırıcı futbol oynayırdı. Yadındadırsa. City ilə Bavariyanın fərqi ondadır ki, Bavariya gibki komandadır, flexibledir. Yəni
İstərsəniz Dinamikdir. uyğunlaşa bilir. Uyğunlaşması məsələsi var. Plus da ki, Manchester City-nin oyunundan dərs çıxardıblar. Və burada onu da qeyd edeyim, Bavariya hücumda, yəni topla olan sürəti yüksəkdir. Yəni müdafiədən hücuma keçidi Bavariyanın çox keyfiyyətlidir, həm də rahatdır. Eyni şey Real barədə də demək olar. Hə. Yəni Vinicius da çox sürətsiz oyunçu deyil, Mbappe də sürətsiz oyunçu deyil. Ardası onun uzaq pasları verə bilir. Cross deyiləm əlbəttə ki, amma elə Türkiyənin oyununda da gördük. Yəni sənin o Viniciusuna, Mbappe-nə uzaq məsafədən o sürətli oyunçulara pas çatdıra bilirsənsə, sənin də kontratakın çox Real sürətli. daha çox ikinci nömrə ilə oynayır. Oturur geridə, çalışır ki, orta blokda saxlasın. Niyə də oynamasın? Oynasın, amma bu bir balaca çətinlik yaradacaq. Nə mənada? Bavariya çalışacaq ki, səbirli oynasın. O dəqiqə necə deyirlər? Bavariya minimal rejimdə oynayacaq 100%. Heç kim orada belə bir çıxmasın qələbəyə oynayan deyil. Mənim fikrim. Qələbəyə oynayır. Əksinə bəlkə də Oynamayacaq. qələbəyə oynayacaq, amma biz Oynamayacaq. oynayacaq. Yəni bizə hesab lazımdır. Belə deyim, Yəni şansları istifadə edəcək. başlayırsa, 0-0-dan başlayırsa, kompaniya ya Allah getdi ya uşaqlar. Qol vurmağa söhbəti Ersek yox. deyirlər belə şeyin Yoxdur. qabağında onun kimi. Mənim deyəcəyim odur ki, Bavariya asan olmayacaq. Hə. Santiago Mən də onu Bernabeu-da düşünürəm. Mən də razıyam, 100%-dir. asan olmayacaq. Asan da Digər olmayacaq. tərəflərdən də yenə Kane-in olub olmaması söhbəti var. Musiala qayıdıbmı, Davis qayıdıbmı? Məncə ola bilsin ki, heç biri heç çıxmadı onların. Nə Düz Musiala, nə qeyd Davis. edirsən. Əsas orada səbəb Kane-dir və Kane-ə görə həkimlərin belə proqnozu var ki, bu oyunu ehtiyat olaraq buraxacaq şənbə oyununu, amma növbəti Hə, Reala hazır Real olsun. oyununa görə artıq hazır kompaniya olmalı. deyib ki, 100% razı olacaq. Real. İngiltərədə düşərgəni tərk eləmişdi zədəsi öz batından. Bilmədik necə nə böyüklükdədir zədəsi. Bir şey də yəni əlavə eləmək istəyirəm. Əvvəlki verilişlərdə də bunu demişdik. Əhməd də o mövzuya toxunmuşdu. Buradan mən Real azarkeşlərinə də demək istəyirəm, yəni ürəyinizdə sıxmayın. Bir şey var. Real oyunçularında bir amil var. Məşqçi Arbelo olsa da, yəni nə bilim məşqçi gətirib orada qoysan, Hə, kim olur olsun, Yəni Şahin əyinlərində Diniyev, o ağ forma olduğu müddətcə Fərqlənir. tamam başqa bir energetika hiss eləyirlər, tamam başqa bir enerji hiss eləyirlər oyunçular və demirsən o mövsümün favoriti Bavariyadır. Bavariyanı udmaq potensialında olurlar. Bax bir şey var, bir ab-hava var onlarda. Həm də bir şey dedim, son 14 oyunda ümumiyyətlə Çempionlar Liqasında evdə uduzmurlar. Siz hardan belə bir qərara gəldiniz ki, Bavariya onları udacaq? Bavariya bu illəri Çox maraqlıdır. onu da qeyd eləyim. 45 oyuna ümumi Bundesliga, Çempionlar Liqası, Almaniya kuboku. Nə qədər qol vursa yaxşıdır? 154 qol. Neçəsini Reala vurub? Hələ ki birini vurmayıb. Hələ ki də bilmirəm. Amma vura bilər. Vurma ehtimalı çoxdur. Vura bilər əlbəttə, çox o şey ola 42 bilər. qol buraxıb. Yəni həm müdafiədə, həm hücumda çox balanslı komandadır. Bu məsələdə məncə deyərdim ki, bu əsas faktor ola bilər. Ona görə düşünürdüm ki, Təxmin mən ona görə olaraq- düşünürdüm ki, bu şeyin, sən bir dənə hesab da təxmini deyəcəksən, hə. Təxmini deyəcəm, amma sən fikri tamam. Ona görə düşünürdüm ki, bu 4-1 finalın gözü elə Real Madrid Bavariya oyunudur. Bax, nə dərəcədə siz Realı aşağılasaz da, Bavariyanı Yox, yüksəltsəz də, bəllidir zaten, və yaxud da bəllidir. əksinə, amma yenə də gözü o oyunun ən maraqlı oyunu bəlkə mənim gözümdə Real Bavariya olacaq. Realın əsas oyun planı olacaq ki, necə eləyək ki, topu çatdıraq Mbappe-yə, Mbappe öz sürəti ilə keçib getsin, qol vursun, ya da ki Vinicius-a, ya da Valverde uzaqdan 40 metrdən bir dənə udar vursun, qol olsun, nəsə belə bir şey. Yəni plan çox yığcam plandır və deyərdim ki, hardasa banaldır da, yəni çox sadə, necə deyirlər, qısa, ideyalı bir şeydir. Bax budur. Və belə planla hesab neçə ola bilər? Hesab ola bilər. Mən deyərdim ki, Bavariya Bernabeu-da. uduzmayacaq. Heç-heçə deyirəm, 1-1. Heç-heçə deyirsən 1-1. Tamam. Növbəti oyun biraz Əhmədə orada yaxşıca imkan verib Barselonadan danışsın, hə? Barselona Atletico Madrid. Yox, məncə siz danışın Barselondan, sonra mən əlavə eləyim. Sən Çünki mən danışsam. Hə, yaxşı. çox Bitirənə yaxın mən sənə hə, deyirəm ki, bitirənə vaxtımız yaxın az qalıb. Ay sağ ol. Tamam. Əhməd bizi niprav çıxartmaq istəyir. Yox, Sən Estağfurullah, danış, sən danışıb tutduğun estağfurullah. mövzuları sən ipraf çıxarsın. hə? Mən nə deyim, Rafinha olmayacaq. Bu əslində çox mənfi bir təsirdir Barselona oyununa. Çünki mən Rafinhasız Barselonanın oyunlarına baxmışam, deyə bilərəm ki, bir qədər çətinlik çəkir. Yəni hətta deyərdim ki, zəif komandalara qarşı. Mənfi statistikadır Barselonada. Rafinha ilə oynayanda yaxşı oynayırlar, udurlar. Rafinhasız çox pis oynayırlar, çox da uduzurlar. Bəli. Sözü və Yəni Rafinha olmaması hardasa çox belə deyim mənficədir. Mən düşünürəm ki, Rafinhasız ola bilər ki, birinci oyunu uduzsunlar. Mən belə düşünürəm.
Çünki Atletico öz meydanında da yaxşı oynayır, plus hardasa deyərdim ki, oyun sürəti artıb Atletico'nun və bu faktorları üst-üstə gəlsən deyərəm ki, birinci oyun Atletico'nun xeyrinə bitəcək. 2-1 ya da 3-2 hesaba belə bir şey. Atletico'nun xeyrinə bitəcək. Amma bunu da qeyd edim çox qısa olaraq. Səfərdə özdə olacaq oyuna birinci Barselona. Çox qısa olaraq onu da deyim ki, Marcus Rashford da var. Yəni Marcus Rashford hansı vəziyyətdədir? Yəni Marcus Rashford da var. Onda momenti olmalıdır ki, gərək ikisini qol vursun. Marcus Rashford əvəz eləyə biləcəkmi? Ola bilər əvəz eləsin. Olmo var. Ola bilsin ki, Olmo əsas heyətə çıxsın. Yenə də Flick necəsə bir çözüm tapmalıdır ki, yəni biabırçılıq olmasın. Yəni 4-0 olmasın. 4-0 yadımızdadır hələ ki uzaq keçmişdə olmayıb. Bu qədər. Yəni birinci oyunda mən düşünürəm ki, maraqlı, çox belə deyəlim, pozisyon bir oyun gedəcək. 2-1 Atletico qələbə qazanacaq. 2-1 düşünsən ki, Atletico qələbə qazanacaq. Qısaca mən deyim, mən düşünürəm ki, Atletico Madrid həmişə belə oyunlarda, ikili oyunlarda, səfər oyunlarından maksimum istifadə etməyə çalışır və bu oyundan mən çox açıq oyun gözləyirəm. Sən 2-1 dedin. Məsələn, mən gözləyirəm kimsə qələbə qazanacaqsa bu oyunda 3-2 qələbə qazana bilər. Məsəl üçün 4-3 ola bilər, 3-3 ola bilər. Belə çox qollu oyun gözləyirəm bu oyundan. Və bəlkə məsələn Barselonanın zədələri olmasaydı deyərdim ki, dominasiya eləyərdi. Biraz bərabər oyun gedə bilər. Nədənsə həm istəyirəm, həm görürəm Barselonanın qələbəsini. Bilmirəm. İstəyirəm deyəcəm indi Atletico Madrid azarkeşlərin xətrinə deyəcəm. deyəcəm. Görüm, istəyirsən niyə, görürsən. Görürəm ona görə ki, düşünürəm ki, Flick yəni Flick özü də nə qədər belə mərhələlərdə məyus da olub, Atleticoya qarşı da oyunu olub, onu desən yanılmamsa Bavariya heyətində məyus olmuşdu, yox? Atletico ilə. Məncə Atletico ilə udmuşdular qrupda. 2021-də udmuşdular. Yəni Flick tanışdı özdə, bunlar bir-birlərini tanıyan klublardılar və Barselona bu imkanı bu mərhələdə əlindən verən, Flick də əlindən verən deyillər. Atleticoya qarşı. İstəyirəm də mənada, yəni Atletico azarkeşlərinin acığına gəlməsin, amma mənim maraqlı və açıq oyun göstərən klublardan xoşum gəlir və bu mərhələdə hesabı qazandım, gələn oyunda hesabı öldürüm və yaxud da ki birinci taymda məsəl üçün hesabda irəlidəyəmsə, ikinci taymın sonuna qədər mən hesabı qorumağa çalışım. Atletico'da bir var biraz o. Mən isə əksinə Barselonadan maraqlı oyun gözləmək istəyirəm. Növbəti mərhələdə kimdən düşsə yaxşı oyun oynasın. Bir dənə də bunu qeyd edeyim. Mən dedim 2-1 udacaq, amma düşünürəm ki Barselona keçəcək yarım finala. Fikri dəyişdin hə? Mən yəni motivasiya elədim. Yox, birinci oyundan danışıram. Birinci oyun Atletico'da oyun olan Metropolitano'da vardı. 2-1 udacaq, Atletico udacaq. Amma Camp Nou-da Barselona 3-0 ya da 2-0 udacaq və yarı finala keçəcək. Digər şeydən qabaq. Məncə belə deyək də, bu cütlüklərdə bugünkü ümumiyyətlə proqnozlarda ilk oyuna proqnoz verək. Çünki yenə dediyim kimi ikinci kimi vaxt var hələ. İkincidə var. Yəni sonra val fırlana bilər. Gəlib burada deyərik ki, yəni səhv eləmişəm, bağışla, düz deməmişəm. Üzr istəyirəm. Yəni o məni taparam belə ağlayan filtri qoyaram gözlərimizin üzünə, hə? Kadrovun videolarındakı kimi üzr istəyirəm. Hə, deməli məsələn Rafinha'nın olmaması həqiqətən də çox böyük bir itkidir. Mən bu yenə də deyirəm, mənim üçün o futbolçu hal-hazırda, yəni Pedri ilə eyni belə deyək, tövhə verən səviyyədədir. O da olmayanda çox pis olur həqiqətən. Barselona qabaqda oyunu bayaq sadaladığını istəyir, Olmo olsun, istəyir Rashford olsun, onlarla o deyil. Yəni fərqli futbol oynayır. Məcburdur fərqli futbol oynasın Flick, Rafinha olmayanda, həm də ki digər oyunçular da özlərini başqa cür göstərirlər. Çünki Rafinha'nın funksionalını nə Rashford, nə Olmo verə bilmir. Məsəl üçün kimsə Rafinha'ya pas atır, məsəl Ferminin özü. Fermin bilir ki, atıram da 2 saniyədən sonra mən orada olsam, Rafinha beli ilə də mən tərəf olsa o pası verəcək mənə. Amma Rashfordda olmadı, o yoxdur. Fərqli oyunçulardır. Atletico'nun özünə gəldikdə, belə deyək, çox belə sırtıq komandadır. Yəni bildiyin sırtıq komandadır. Zəlidir. Barselona azarkeşi görsən necə deyir? Yaxşı mənada deyirəm sırtıq komanda. Sənin dediyinlə mən oradan başlamaq istəyirdim ki, sənin deyinlə biraz razı deyiləm ki, razı deyiləm, yəni biraz subyektiv məsələdir ki, o komandalardan xoşum gəlmir kimi ki, bu belə hücuma, ataku işi oynamır. Atletico borcu deyil ki, mən xoşuma gəlsin. Atletico borcu orası elədir. Zaten heç bir klub bizə borclu deyil. Məsələ odur ki, sadəcə futbolun marağı odur ki,
bu cütlüklərdə zəif komanda öz potensialına uyğun oynayır. Yəni kasıbın olandandır da bura. Yəni bu var belə oynayıram mən. Yəni mənim müdafiəmdə Azərbaycanda nə qədər kasıb var, atın Barselonaya. Kasıba elə dəstək eləmə. Ya kasıb ümumiyyətlə yaxın durmasın heç bir şeyə variant söhbətinə qarşılanmır. Yaxşı qarşılanmır. Mən o zarafatı həmişə ataram ortaya sadəcə zarafat eləyirəm. Məsələ odur ki, futbolun romantikası da budur da. Yəni sən bacarırsan, dişini sıxırsan, axıra qədər hesabı qoruyursan, gözləyirsən. Belədir ki, Barselona sən vur 5 dənə. Vur 5 dənə. Bacarırsan vur. Mən oturmuşam 11 nəfərdən qapıda. Vura bilmirsən ki. Kasıb olmazaq o qədər vurma. Yaxşı. Mən də misal üçün Chelsea yadındadır, Di Matteo'nun vaxtında uduzdu. Sonra getdi Chelsea çempion. Mən Chelsea azarkeşlərini özümdən tuturam, Barcelona azarkeşi deyirəm ki, ən belə bizim üçün bir klub olaraq böyük bir dərs oldu. Mənim üçün də ən belə halal Çempionlar Liqasından biridir. Kimin çempionluğu? Chelsea. 2012. Hə, Chelsea 2012 Bavariya çempionu. tutdular da, yəni Ha. Yəni qardaş bacarırsınız çox vurun, bacarmırsınız xahiş edirəm. Qıraqda durun biz kubokumuzu qaldıraq sevinək. Vəssalam. Bir Bavariya azarkeşi kimi məsələn onu deyə bilərəm ki, bütün time-ı ya 2 time az qala 85-ci dəqiqəyə qədər oturdu Bavariya Chelsea-nin qapısına. Oturma ondan deyir ki, sən vurdun, bir dənə top vura bildin. Cavabını verdi, penalti vurardın, keçdi də, götürdü də. Yəni heç bir pretenziyası adamın yoxdur. Məqsəd qələbə qazanmaqdır. Yəni mən əslində hərdən görürəm, yəni Atletico Madrid qarşı çox belə bir heyt var. Yox, oynayırlar da bunlar. Bunun əlində olan heyətə bir dənə baxın. Bunun büdcəsinə bir baxın. Bunun bacardığı budur da. Yəni məqsəd nədir? Qələbə qazanmaq deyil. Qələbə qazanır da. Yəni bacardığını eləyir də. Yox, indi biraz digər məsələ də var axı. Dünyanın ən çox pul alan baş məşqçisi Atletico-dadır. Okeydir, amma Ən çox pul olan, ən çox məvacib olan. amma bir şey də var ki, Atletico Madridin Konvertdə verirlər deyirsən. Mən nə bilim, məvacib Atletico Ən Madrid çox pul illik ola bilər. gəlirə Ola bilər qədərdir. ki, başqa bir biznesi var. Kontraktla da. Real'la eyni səviyyədədir. 222 milyon şeyi var, deyəsən, büdcəsi var. Kimin? Nə deyirlər ona? Atletico Madrid. Heyətin qiyməti 200. Qiyməti. Aha. Yəni o büdcəyə baxmaqla, yəni 1 milyard 100 milyon desən, yoxsa 300 milyon da Real'ın heyətidir. Bunlar da 220 milyondur. Yəni bunlar məcburdular da belə oynamaq. Öz kapasitetinə uyğun olaraq belə oynamalıdır. Yox, indi bayaq dediyim kimi də məsələ odur ki, sən heyəti düzəltmirsən, amma gedib məşqçiyə boyda pul verirsən. Məşqçiyə boyda pul vermə. Elə oyunçular var ki, onlara o pulu verə biləsən. Bu artıq necə deyirlər? Hə, əlbəttə Atletico da deyirəm. Riskli məsələdir. Çünki məqsəd dəyişsilsə bəlkə o nəticə alınmadı, o da var. Mənim fikrimcə bunlar ümumiyyətlə Atletico, yəni məşqçisini deyim də bir 2-3 il bundan qabaq dəyişməlidirlər. Yəni Simeone artıq yeni ideya, yeni fikir gəlməlidir. Simeone artıq sən orada verəsi bir şey yoxdur. Yəni verdiyimi vermişəm. Həm verdiyini bu verir pis və oynamırlar Simeone axı. artıq orada bir pis başa düşməyin, bir toksik bir mühit yaranır artıq orada. Sən bayaq heyt mövzusuna toxundun. Başa düşürəm, emosional məşqçidir Simeone, amma Simeone'nin də bir komandaya qarşı, bir azarkeşə qarşı, bir oyunda elədiyin bu hansısa bir emosional hərəkət. Sən nə edirsən? Ronaldo ilə yumurta döyüşdürmək. O yumurta döyüşdürmək söhbəti də yadıma düşür. Yəni bundan sonra artıq deyək ki də gələn oyunlarda hər dəfə Real azarkeşlərinin, həm Juventus azarkeşlərinin könlündə bu komandaya qarşı artıq heyt formalaşır. Yeni məşqçi gələndə bir dəfə bir başqa bir ideologiyadan çıxırsan, bu dəfə daha başqa oyunla çıxırsan, bəlkə də deyirsən demişkən necə deyirlər, o üstündə bir söz var, razbavlət. Biraz qarışdırırsan da mühiti arada. Yəni futbolun özü Simeone'nin verdiyi, belə deyək də, göstərdiyi, qoyduğu futbol, yəni uje tavana çatıb da. Ondan da o tərəfə yoxdur. Yaxşı deyirsən, nə olacaq? Birinci oyun nə olacaq? Birinci oyun Atletico Madriddədir də, doğrumu? Madriddədir yoxsa Barcelona'da? Atletico'dadır. Yox, Atletico'dadır. Rafinha'nın olmadığı çox böyük itkidir Barcelona üçün. Sırf o səbəblə də mən fikirləşirəm ki, oyun bol qollu olmayacaq. Bol qollu olmayacaq. Yəni iki komandanın ikisi də belə deyək, Simeone'nin bayaq sən dediyin kimi o ikinci oyun söhbəti həmişə saxlayır da şeydə. Simeone burada o 4-0 o olub keçib, Flick ondan məncə çox babat bir nəticə çıxardıb. Yəni bu təkrarlanan deyil, böyük bir hesab, böyük bir fərq. Yəni minimal hesablı qələbə ola bilər Atletico'da. Barcelona minimal hesabdan uduza bilər birinci oyunu. Amma mən o oyunu heç-heçə görürəm.
Mən oyunu heç-heçə görürəm. Bu necə deməkdir? Ben başa düşmədim. Ola bilər, amma heç heç görürəm. Hə, tamam. Yəni variant dili ilə desəm Atletico Yəni Madridin qələbə də ola bilər, qələbə məğlubiyyət də ola bilər, amma mən neticəsində. heç görürəm. Amma mən qələbə gördüm. Yox, Atletico bir 2-1 udacaq. komandanın qələbəsini deyirəm. Yəni Atletico Hə, sən görürsən ki, fərq yoxdur kimin, amma qələbə görürsən. Yox. Deyirəm ki, Atletico Madrid ya udacaq, Ya ya da da heç heç. olacaq. Yəni Hə. Barcelona oyunda udmayacaq mənim Hə, fikrimcə. onu da ata bilərsən, ha, kasıblar. Amma çox atmıyor. Keçək PSG-yə. Zarafat. Liverpool Keçək Liverpool PSG oyunundan. Liverpool PSG oyunundan Nə demək olar? Mən əslində çox şey danışmayacağam, çünki Liverpool hal-hazırda çox belə deyim, bərbad bir gündədir. Çempionlar Liqasına gələn düşməmək şey var, riski ölüb var. bastıran yoxdur Liverpoolda. Yəni 5-ci yerdə gedir, arxada da ki Chelsea gəlir. Yəni bilinmir 5-liyə girə biləcək yoxsa girə bilməyəcək. Yəni çox çətin vəziyyətdədir. Gah yaxşı oynayır, gah çox pis oynayır, nə bilim. Brightondan oyuna baxdım, yəni nə oynadılar bilmədim. Yəni Benitez'in vaxtında Liverpool Çempionlar Liqasını udaraq növbəti mövsüm Çempionlar Liqasını vəsiqə qazandı. Qonşuları da çıxa bilmədi. Everton 4-cü yer tutmuşdu. Hə. Yoxsa yox 5-ci yer idi. Deyəsən bu dəfə də belə bir şey ola bilər. Ona oxşar bir şey də ola bilər. Yəni Liverpooldur. Liverpooldan hər şey gözləmək olar. O da keçdən Liverpooldan hər şey gözləyir. Liverpooldan bu il yəni ciddi bir şey gözləmirəm. Çünki PSG çox balanslı komandadır. Məncə hər iki oyunda da PSG qalib gələ bilər. Çünki keyfiyyət fərqi var. Yəni hal-hazırda deyə bilərik ki, PSG daha yaxşı vəziyyətdədir. Liverpool, nə bilim, Galatasaray 4-0 utdular, amma PSG rəqibdir. Yəni burada başqa bir söhbət ola bilər. Çox çətin olacaq. Liverpool üçün. Bir dənə də xəbəri deyim, ondan sonra sən mənə gəl ki, fikrində konkret belə betonlaşacaqsan da. Alisson da getdi. Getdi. Şöyle. Yəni oynamayacaq. Kitab bağlandı. Nəysə. Zədəlidir. Arne Slot çıxdı dedi ki, getdi üzvsə. Çox güman ki, heç bir oyunda oynamayacaq PSG ilə, nə orada, nə burada. Məsələn, hesab təxminin birinci oyuna Liverpool PSG oyununa. Gözləyirəm qollu oyun olsun. Nəsə belə 2-3 ya 2-4 PSG-nin xeyrinə görürəm. Nəsə belə qollu oyun görürəm. Çox qol vurulacaq bu oyunda, birinci oyunda. Ola bilər ki, 2-3 olsun, ola bilər 2-4 olsun. Olsun 2-3. PSG-nin xeyrinə. Hə, bir şey demək istirdim. Demək PSG-nin bir neçə il bundan öncə sanki belə bir ərköyün bir forması var deyə belə top klubların, grand klubların özünü aparmadığı kimi bir durumda idi. Məvaciblər artırılırdı. Mbappé Real Madridə getməyincə onun məvacibini artırırdılar. Əlavə sən dediyin kimi konvertdə ya paketdə necə verirlər bilmirəm. Sanki bir top klubun pulla ölçülməyən grand klubların pulla ölçülməyən bir dəyərləri var. O PSG-də özünü bir üzə vermirdi. Amma son zamanlar elə bir ki PSG bir balaca onun üzərində işləyib. İndi orada komandalar biz pul müqabilində yox, biz PSG-də oynayırıq kimi bir ruhdadılar. Və mən elə gəlir ki, Enrique də bunların üzərində bir balaca bir dayı kimi, bir ata kimi deyək, yaxşıca bunlar bir balaca tənbih eləyib. Yəni formalaşdırıb bu komandanı. Psixologiya orada biraz dəyişib, biraz ailə dəyəri var. PSG barədə bir dənə şey qeyd edim. PSG hal-hazırda ən belə necə deyirlər, keyfiyyətli sistem komandasıdır. Çox, yəni necə deyim, məsələn Kvaratskhelia əslində əsas heyət oyunçusu ola bilər, amma bir balaca zəif oynayan kimi Kvaratskhelia oturur zamində, əsas heyətə Barcola girir. Məsələn, rotasiyada heç kəs etiraz eləmir. Ayso, yəni rotasiyada Luis Enrique çox güclü işləyir. Yəni o zaten Dueni zamanda saxlayır. Celta'dan, Roma'dan sonradan oyuna buraxır. Rotasiya xəstəsidir. Bax, ona görə mən düşünürəm ki, bu ortada bir balaca mental durumuna görə və keyfiyyətli oyunçularına görə, oyun da keyfiyyətli göstərdiyinə görə PSG mənə elə gəlir ki, birinci oyunda, yəni birinci oyuna proqnoz verirsə, birinci oyunda səfərdə Liverpoola qalib gələcək. Böyük hesablı olmayacaq, mən elə düşünmürəm. 2 top fərqi ola bilər maksimum. 1-3 ya 1, məsələn ya 1-0 ola bilər, 2-0 ola bilər, 1-3 ola bilər belə. Amma 3-4 top fərqi görmürəm. Demək, qollu oyun gözləyirəm. Bu misal üçün 2-3 nəsə belə, 2-4 belə. Stickli futbol var. Hə. Yəni hardakı Carragher'dir, Neville'dir, Wright'dir, Keane'dir. Son dəfə Gerrard qonaq oldu orada. O bir dənə kəlmə dedi, həqiqətən də elədi. Dedi ki, mən Liverpoola Premier Liqada nifrət eləyirəm baxmağa. Yəni bu mövsüm. Arxa fonda da Samanyolda o qəmli musiqi verirdilər hə. Yox, o şey Astabada torpaq var idi.
Orada Sırlar o dünyasının mahnısı gelir. o verilişin manası. Neysə, Gerrard deyir ki, hə, mən Premyer Liqada baxmağa nifrət edirəm, amma Çempionlar Liqasında komanda elə bir ki, dəyişir. Demirəm deyir Real Madrid olur, yəni başqa cür tam oynayır. Yox, amma dəyişikliyi hiss eləyirsən. Amma deyir Premyer Liqada o deyil də. Mən o sözümü ona gətirirəm ki, Çempionlar Liqasında həqiqətən də nəsə bir dəyişikliklər hiss etmək olur. Çünki misal üçün son oyunu götürsək düzdür Galatasaray idi rəqib, belə bir güclüydü. Üzr istəyirəm Galatasaray fanatları, amma reallıqdır. Galatasaray PSG-yə Üzr baxaraq. istəyirəm Galatasaray fanatları amma bir şey deyildi sən. Yəni Galatasaray PSG-yə baxaraq o deyil də. Hə, lakin həqiqətən də oyunda bir dəyişikliklər var idi. Mənim fikrimcə bu oyunda ilk oyunda Enrique də necə deyirlər qatıqlaya bilər. Qatıqlaya bilər. Qatıq nə idi Yox. İspan dilində? Enrique-də də o var, həqiqətən də qatıqlamaq var. Hərdən bir olur. Və onu da nəzərə alsaq ki, Alisson yoxdur. Böyük itkidir, həqiqətən də böyük itkidir, amma mənim fikrimcə Mamardaşvili onu çox layiqincə əvəzləyə biləcək. Əvəzləməyə də belə deyək qadirdir. Və onun üçün də yaralı şansdır. Bunu da göstərib Most həqiqətən da oynayıb əvvəl, hə. çıxıb. Ən azından bir nə qədər bir 7-8 oyun deyəsən çıxıb. Normalda durub, yəni belə bir səhvləri falan olmayıb. Zədəli baxımından Liverpoolun elə də çox əziyyət çəkdiyi bir mövqelər yoxdur. Ekitike yenə də formadadır. Ekitike də özü də bildiyiniz kimi PSG-dən yəni çıxan bir oyunçudur. Mütləq şəkildə istəyəcək bir qol vursun onlara. Məncə orada Liverpool, yəni PSG üçün belə deyək də, Baş ağrısı olacaq. hə, ona Galatasaray olduğu kimi olmayacaq. Hə. Yəni asan olmayacaq. Təxminə gəldikdə ilk oyunun təxminini Liverpoolun meydanında PSG ilə necə oynayacaq? Mən yenə də fikirləşmirəm ki, PSG oyunu çox rahatlıqla udacaq. Mən fikirləşmirəm. Bəs nə fikirləşirsən? Mən də düşünürəm ki, mübarizə olacaq. Çətindir demək, yenə də deyirəm, çətindir, çox çətindir. Hansısa bir hesab təxminini demək. Amma mənə gəlmir ki, yəni çox rahat bir gəzinti olacaq PSG üçün. Mənim fikrimcə Liverpool hətta apara bilər oyunu. O. Mənim Liverpool fikrimcə. qələbə. Liverpool qələbə. Yox, mən 2-3 deyəndə demədim ki, yəni çox tək qapı olacaq, yox, mübarizə olacaq, amma yenə də bu Liverpool müdafiəsi bir balaca necə arada bir zboy verir. Yəni düşün. Soboslay zədələnmişdi yoxsa? Yox, Soboslay oyundadır. Yox, Soboslay Salamatdır bildiyim. salamatdır. Gravenberg, Soboslay, McAllister bu üçlü əslində yaxşı oyun göstərə bilər. Amma son dövrlər alınmır da nəsə olub, başım çıxmır. Nə oldu, nə olmadı? Yəni yayda da Xabi Alonso gətirəcəklər. Nə demək olar? Mən əslində Liverpool tərəfində belə baxacağam. Yəni istəyirəm ki, Liverpool qələbə qazansın, amma gözləntim tam başqadır. PSG qələbə qazanmalıdır. 3-2. 2-3 yəni PSG-nin xeyrinə. Həm də Salahın da son mövsümüdür. Əlindən gələn Gedir də, idi özü sənə. gedir. Məncə çıxacaq, prosta çox belə rahat oynayacaq. Yenə də özümü buradan tuturam keçəlibaş slota ki, Gomez-i buraxmada sağda. Yəni, o deyil də Salah oynayamır. Ümid edirəm İngiltərə televiziyasında bu bizim verilişimiz tərcümə olunub yayımlanır da, slotda görür onu. Allah Holland dilini bilsəydim, Holland dilində danışardım, buradan bəlkə eşidərdim. Yaxşı. Keçək Sporting Arsenal oyunundan danışaq. Sporting Arsenal. Mənim sevimli Sportingim. Əhmədin dəstəyi ilə Sporting irəliləyir. Əslində Tərəfdaşımız. o da niyə görə istəyir ki, Sporting keçsin, Barcelona rəqibi Sporting olsun. Arsenal udmaq biraz çətin olacaq. Yəni o Sən məsələ onu də var. istəyirsən, hə? Elə şey var məncə. Açıq elə bir şey fikirləşməmişəm, heç fikirləşməmişəm. Amma yaxşı fikir oldu. Amma yaxşı idi. Amma indi hə oturdu. Konkret oturdu. Arsenaldansa Sporting yaxşıdır. Amma mənim fikrimcə, yəni Arteta, yəni Flickə heç nə edə bilməz. Hələ böyüməyib. Hələ formalaşmır. Ola bilər. Arsenal klubuna Amma zərbədə hələ olsun, tələsməyir də. hörmətsizlik deyil. Keçən verilişlərdə dediyim kimi Arteta çox bomba eləyir, elə futbol oynayır. Əsas nəticədir. Sadəcə mənim fikrimcə, yəni Arteta Flickə bir mütəxəssis Amma bir şey də var ki, Flick yarım finalda olmaya da bilər. Elə bir şey də. O da İndi ola bilər. Atletico ilə hələ oynasın Mən görək də. ümumiyyətlə belə deyirəm də, hipotetik Hə. olaraq. Tamam, Sporting Arsenal'la məncə elə çox da belə deyək də bir dərin danışmaq, nəsə bir ətraflı danışmağa bir şey də yoxdur. Arsenalın bir dənə zədəlilərdən ola bilsin ki, Eze 100% yoxdur. Odegaard belə qayıdır, bildiyim qədər. Trossard da qayıdacaq. Müdafiədə hər şey qaydasındadır, hamı yerindədir. Fulun fuludur da, necə deyərlər. Çətin olmalı deyil.
Arteta üçün. Amma bundan öncə də dediyim kimi, amma necə ki bu da Sportingin sürətli futboluna qarşı-qarşı gəlməyib. Gəlməmişdi. Sportingdə Arsenal kimi komandaya qarşı-qarşı. Arsenalın özü də. Sportingin sürətli oyununa qarşı gəlməmişdi, hə? Kimdən oynayıb ki Arsenal sürətli? Yəni İngiltərədə hamı pasiv oynayır da, hamı sürətsiz oynayır. Söhbət İngiltərədən getmir, Çempionlar Liqasından. Çempionlar Liqasında pis oyunlar olmalıq. Yaxşı. Bavariyaya qarşı gəldi Arsenal. Qrupda. Elə liqa fazasında. İndiki forma, indiki klubların forması, yəni liqa fazada oyunları ümumiyyətlə nəzərə almayaq. Mənim fikrimcə. Düz deyə, orada da biraz sonra Bavariyanın məşqçisi də demişdi ki, bizim gözdən yayındığımız momentlər var idi və bu oyun bitməyib, biz bir daha da qarşılaşmaq istəyirik. Elə bir şeydə, kompaniyada nəticə çıxardıb bir daha oynamaq istəyir Arsenal'la. Amma mənə elə gəlir ki, bu dəqiqə Sportingdə də belə bir şey olacaqdı. Yəni həvəsdir, bəsdir. Hə. Elədik, budur. Demirəm, onlar elə düşünürlər. Yəni bizim görəcəyimiz nəticə mənə elə gəlir olacaq. Gəldilər Budoya qarşı çox gözəl performans göstərdilər, geri dönüş, qələbə. Amma Arsenalın qarşısında artıq alınmayacaq. Yəni Arsenal yox, başqa bir komanda olsaydı bəlkə qarşılarına çıxan bəlkə bir bazı şans tarlardı, amma Arsenal favoritlərindəndir mövsümün. Yeri gəlmişkən final City ilə bu həftədə. Oynayırlar City ilə final. Qarabağ finala apardı, Qarabağ. Hə. Başqa bir kubokda deyilmi Arsenal? Oynaya bilərlər. Nəzəri olaraq oynaya bilərlər finalda. Amma kubokun hansı bir oyunu vardı bu həftə? Hə, var. Elə bir şey var. Mən nə deyərdim? Hesab təxminimi istəyirsən deyim. Dinən. Hesab təxminim bu oyuna görə belədir ki, düşünürəm ki, Sporting birinci oyunda Arsenala 2 top fərqi ilə udacaq. Hə, yaxşı oyun var, sən deyirsən Sporting sürətli oynayır. O olsun, tək olsun, qəşəng oyunda göstərsin. Nə Arsenal belə bu mövsüm durub müdafiə xarakterli oyun göstərən deyil. Açıq oynayır, düzdür, standartlara çox yol verir. Yox, Arsenal belə müdafiəsini betonlayıb oynayır. Betonlayıb oynayır. Mən deyirəm oynamır ki. Yox, çox gözəl əks hücumlar eləyir Arsenal. Əks hücum bəs nədir? Özünü betonlayırsan, sonra çıxırsan da əks hücum. Yəni ki, bir var ki, hesabı qoruyorsan, məsəl üçün Bavariyaya qarşı oyunda 1-0-la, 2-0-la da uda bilərdilər. Tutaq ki də. Əlinə keçən moment düşən kimi gedir əks hücuma, qolunu da vurur. Yəni kifayətlənmir. Plus kornerlər də var, onu da. Standartlardan da çox istifadə edir. Sporting isə sürətli oynayır. İndi oynasın Arsenala qarşı. Düşünürəm ki, hardasa boşluqları alacaq. O da oradan vuracaq. Mən nə deyərdim? Arsenalın bir qədər problemi səfər oyunlarındadır. Səfərdə bir qədər zəif oynayırlar. Elə Leverkusenlə də bir qədər zəif oynadılar. Mən düşünürəm ki, bu oyunda sensasiya olacaq birinci oyunda. Və Sporting qələbə qazanacaq. Ya 1-0 ya da 2-1. Nəsə belə bir şey gözləyir. Mən xoşlayıram da, mən belə sensasiyalı məlumatlar xoşlayıram da. Sonra oyuna baxırsan, deyirsən ki, Sporting udacaq Arsenalı. Axşam vaxtı Sportingdə udur Arsenalı. Yəni dağıntı bir kommentlər gedir orada. Yəni Arsenal fanatları inciməsin. Arsenal fanatları həmişə mən görürəm yazırlar. Yəni düzdür, Arsenal yaxşı oynayır. Bəlkə də keçəcək. Ümid edirəm keçəcək. Çünki istəyirəm Barcelona Arsenal yarımfinalını görüm. Flick Arteta qarşılaşmasını, ona görə də Arsenal istəyərdim çıxsın, amma birinci oyunu udacaq Sporting. 1-0 ya da 2-1. Səncə yəni 0 da ola bilər orada. Arsenal qol vurmasın Sportingə. Hər şey ola bilər. Ola bilər, əlbəttə ki, futboldur. Mənim hesab təxminim Sporting Arsenalına çox çətindir həqiqətən. Arsenal bu mövsüm son bu vaxtlar öz oynamır, belə deyək də. Yəni joystick verib kiməsə oynadır. Ya, öz oynamır nə barədə? Azarkeşlərin, belə deyək, futbol icmasının və yaxud da adına uyğun oynamır. Amma nəticələri var. Özü də oynamır deyə digərlərinə də imkan vermiş eyni vaxtda oynamağa. Yəni öldürür də rəqibin oyununu. Bu da normal haldır. Normal haldır. Sportingdə yenə də sürətli futbol oynayır, eləyir falan. Bundan qabaq dediyim kimi Arsenal da qarşılaşmayım onunla. Belə bir sürətli futbolla. Mən elə gəlir ki, bu həftə kubokdakı oyundan çox şey asılı olacaq. Yəni İngiltərədə kubok oyunu olmalıdır, Arsenalın oyunu. Orada bunlar davam eləyəcəklərsə, nəsə bir pozitiv bir şey ola bilər. Amma eləyəməyəcəklərsə, ola bilsin ki, düşüş olsun. Və mənim fikrimcə ilk oyunda
minimal hesablı qələbə Arsenalın olmalıdır. Arsenal hə. Əhməd üçün orada planlaşdırırlar Sportingdə bir dənə heykəl. Onu yığışdırırlar artıq. O heykəli sökməyə başlayırlar da. Gedin Jardelə zada heykəli qoyun. Mənə ehtiyac yox. Və məncə bu gün biz danışmaq istədiyimiz mövzulardan danışdıq. Əhatə elədik bütün mövzuları. Maraqlı söhbətlər oldu. Siz də öz fikirlərinizi yazın rəy bölməsinə, kommentlərə. Hesab təxminlərinizi də yazın. İndi shortslar da paylaşılacaq. Suallarınızı da verin. Hə, suallarınızı yazın orada, fikirlərinizi Kimdən yazın. razı deyilsiniz, kimdən razısınız, əsaslandırın və belə deyək də polemika, diskussiya olsun. Hə, bizimlə həm söhbət olun. Bizi izləyin. Növbəti buraxılışlarda görüşənədək sağ olun. Hələlik. Salamat qalın.